Yeni vlogdan hər birinizi salamlayıram. Evimə, kanalıma hər biriniz xoş gəldiniz. Qızlar, saat hal-hazırda 11-dir. İncinin paltarlarını sərirdim. Birdən İnci mızınladı. Getdim, dedim ona baxım. Sonra davam edərəm paltarı səriməyə. Camala dedim, sən yelə, mən tez-tez onları sərim. Elə bir anda gözüm sataşdı telefona. Dedim, qoy vlog başladım da, niyə də başlatmayayım ki? Birdən elə həvəs gəldi. Mən də tez telefonu götürdüm. Dedim, vlog başladım. Sizlərlə bərabər bugün də işlərimizi edək. Uşaqların yerlərini hələ yığmamışam. Yeməyimizi yedik, səhər qabları yudum, mətbəxi səliqəyə salmışam. Bizim otağı da yığdım yerimizi. Qaldı uşaqların yeri. Maşın bitdi, İncinin paltarları. Dedim onu sərim. Qəşəng gün ortaya qurusun da uşağın paltarları. Biraz ütlənəsi paltarlar da var. Bunları da sərim qurusun. Hamısını bir götürərəm. Balkonumuza baxan qızlar. Bilirsiniz də neçə gündür külək idi. Dünən də külək idi. Ondan qabaqki gün lap külək idi deyəsəm. Balkon bərbad haldadır. Çıxıb təmizləyə bilmədim. Həmişə mən təmizliyə edirəm. Balkonu qəşəng təmizləyirəm. Hər yeri silirəm. Tozu götürürəm. Sonra paltarı sərirəm. Rahat olur da, belə ürəyimcə olur. Ancaq bu dəfə dedim, buranı təmizləyənə gec olacaq. Çünki mama yenə gavalı alıb bazara getmişdi. Onun kompotunu hazırlamalıyam. Mənim üçün gec olar da. Qoy vaxtlı onu hazırlayım. Dedim, eyb olmaz. Paltarı sərim. Biraz belə sərmişəm. İncinin paltarlarından. Digərlərini də sərim. Bunları da sərim. İnceşin paltarları qurusun. Sonra hamısını bir-iki gün ortadan sonra ütüləyərəm. İncinin paltarların hamısını sərdim. Qızlar belə. Bu dəfə paltarı çox idi. Heç belə yığan deyiləm. Uşağın paltarlarını. Ancaq bu dəfə çox oldu. Qəşəng gün ortaya qurusun. Sonra bütün paltarlarla birgə ütüləyərəm. İndi gedim mətbəxə. Robot süpürgəni də qoşum. Uşaqların otağını təmizləsin. Mən də keçim mətbəxə. Kompot işini də həll edeyim. Sonra buranın da tozunu da alaram. Pəncərənin qırağın zadı. Əslində gəlin tozunu alım. Sonra süpürgə təmizləsin. Tozsuran təmizləsin. Mən də kompotu həll edeyim. İnci də mətbəxdə yatır. Balkona baxın. Bu dəfə mama belə alıb. Bunlar görə nə qəşəngdir. Bax, əsl mən istəyən gavalılardır bunlar. Kamerada böyük görsənirlər, ancaq elə böyük deyirlər. Balaca şüşələr olur, ağızları dar kompot şüşələri. Onlara da yerləşəcək. Keçən mən sırf böyüklərdən elədim, ağzı böyük olanlardan şüşələr elədim ki, onlar yerləşsin. O gavalılar böyükdür axı. Ancaq indi bu günləri onlara eləyərəm. Qəşəngdə görək neçədən alınır. Burada da qabımı qacağımı yumuşam. Onları da silim, yerləşdirim. Bunu da yuyum. Gedim şüşələrimi də gətirim. Birinci meyvəmi yuyum. Sonra şüşələrimi gətirim, yuyum, doldurum. Şəkər tozunu töküm. Bu dəfə qaynatmayacağım. Çünki qaynatmaya ehtiyac yoxdur. Çünki çox gözəl gavalılardır. Belə deşərəm. Rəngi lap qəşəng çıxsın deyə. Deşərəm. Qaynar suyu töküb qoyacağım. Bu günləri işim rahatdır. Keçən dəfə mənim üçün çətin oldu qaynatdım deyə. Ancaq bu dəfə yüngül olacaq. İncəşim də burada yatır. İncəşim qoy yatsın burada. Anası qurban ona. Özüm öz işimi qızlar çətinliyə salmışam. Getdim bütün şüşələri bunlardan yığdım, gətirdim. 29 dənə yudum, hamısını yığdım bura. Başladım yığmağa, gördüm nə? Bunlar bunun içinə yerləşmir. Çox balacaları, belələri yerləşir. Ancaq böyüklərdə var axı, onlar yerləşmir. Necə yerləşsin? Mən niyə belə elədim, heç özüm də bilmirəm. Getdim 3 dənə bundan yudum gətirdim. Gördüm, yox, buna qəşəng belə rahatlıqla yerləşir. Gərək mən bunları saxlayaydım göyəmə. Göyəm balacadır axı, bunların içərisində rahat yerləşəcək. Hamısını böyükdən eləyəydim. Da eyb olmaz. Lap xırdaları seçim. Buna eləyim, gedim böyüklərdən gətirim, yenə yuyum. Bu böyükləri də yerləşdirim bunlara. Heç fikirləşmədim. Elə bildim ki, hamısı balacadır. Belə altında böyüklər də var imiş də. Eyb olmaz. Gətirim tez-tez doldurum. Şəkər tozunu da əlavə edim. Artıq gün ortadır. Mən nəsə işim uzandı qızlar. İşim uzandı. Bunları hələ bitirə bilməmişəm. Butulkaları doldurdum qızlar. 27 dənə şüşə alındı. Şəkər tozunu da əlavə etmişəm. Bir xeylam da çıxdı. Şirin ağızla içək. Burada da suyu qoymuşam. Qazanı doldurdum. Su qaynasın. Çaydan da doldurmuşam. İkisindən də əlavə edəcəm. Yəqin bir dəfə də belə qaynatsam, bəs edər. Hamısı dolar. İndi görüm nə qədər olacaq. Mən də hazırlaşmışam. Gedim incəşə çimizdirim. Balam olsun tərtəmiz su qaynayacam.
Sonra da günorta yeməyimizi yeyək. Saat artıq 3-ün yarısıdır. Kompotları da hazırladım canlar hamısını. 27 dənə şüşə alındı da, sərf etmirəmsə. Belə qaynatmadım deyə rahat oldu. Belə yığdım hamısını. Bir axırıncı şüşələrim qalanda İnci ağlamağa başladı, coşmuşdu. Dinç dayanmırdı. Elə o arada mama gəldi bizə. Mama saxladı. Mən də onları da bağladım. Hamısını yığdım bura. Bunlar soğusun. Bir gün qalsın. Belə yaxşı-yaxşı soğusunlar. Sonra bunları da yığaram yerinə. Mama burada olanda heç ağlıma gəlməyib çəkiliş eləmək. İnanırsınız, İnci biraz narahat idi. Mama saxladı. Mən də elə qalan kompotları bağladım, yerləşdirdim. Sonra oturduq mama ilə söhbət elədik. Nə bilim, qarpız kəsdim, yedik, gəh meyvə yedik, gəh çay içdik. Ancaq çəkiliş eləmək heç ağlıma gəlmədi. İndi də İnci yatır, mama getdi, uşaqlar da həyətə düşüblər. Saat da artıq 7-nin yarısıdır. Mən də buraları səliqəyə salım, çıxım İncinin paltarlarını yığım, ipdən artıq qurumuş olar. Görüm axşama nə hazırlayıram. Bugünkü günümüz də belə bitdi. Axşam yeməyini də hazırlayım. Sulu yeməyi hazırlamaq istəyirəm, ancaq bilirəm uşaqlar istəməyəcəklər. Ət çıxartmışam, çəkilmiş ət. Görüm nə hazırlayıram. Fikirləşim, mağazaya gəlsəydim kələm alacaqdım. Kələm dolması eləmək istəyirdim. Eyb olmaz, baxam, ortalığı yığışdıram. Gedim görüm İnci bayaqları mızılladı. Gedim görüm o tam yatıb mı? Çimizdirdim, onun dəsmalı qalıb burada. Atım ipə. Yatır. Kravatı da yatıb. Çok neyse. Yatsın. İnci yatsın. Ben de gidip ipten paltarları yığım. Yığım. Ütülənəsi paltarlar var burada biraz. Onları da gətirim. Hamısını birgə axşam ütüləyərəm. Gedim kızlar, İncinin paltarlarını yığım, səbətini götürdüm. Bayaqları gedirdim yığım. Balkona çıxanda baxdım ki, balkonu silməyi unutmuşam. Tez su gətirdim. Balkonu qəşəng sildim, təmizlədim. Balkon təmiz olanda ev damaşniki ilə çıxıram rahat. Amma çikli olanda çıxmaq olmur. Bura çatanda damaşniki dəyişirəm. Oldu qəşəng tərtəmiz. Bir pəncərənin qırıqlarını da sildim. Bu haşiyəni də sildim. İnci şu paltarlarını da yığım. Yaparım evə. Zibilləri də çıxartdım balkona. Uşaqlara verirəm, atarlar gələndə. Qatan tez bağlayım, ağacı qanat girməsin. Qalsın səbətdə, ütüləyəndə ütüləyərəm. Bu termoda qızlar mənim otağımdakı termodu gətirib uşaqların otağına qoymuşuq. Çünki İnciyə kravat alanda o yerləşmirdi də, otağa da yer yox idi. Ona görə məcbur bu çıxmalıydı. Yoldaşım dedi qoyaq qonaq otağına. Mən istəmədim çünki qonaq otağında yaxşı görünməyəcəkdi. Artıq əşya kimi görünəcəkdi. Uşaqların da mebeli ağ olduğu üçün dedim elə ən yaxşısı hazır burada da yer var. Ömərin kravatı ilə qapının arasında yer var idi. Dedim gətirək, bura yerləşdirək. Elə burada ölçüsü tam oldu. Lazım olan əşyaları yenə gətirib elə bura yığırıq. Yəni belə. Çünki bizim otağa yerləşməzdi kravat. Bu da burada qalsın səbətdə. Gedim mən də axşama yeməyi hazırlayayım. Canım qızlar, bayaqdan evdə gəzirəm. Bir yandan da fikirləşirəm ki, axşama nə hazırlayayım ki, hamının ürəyincə olsun. Dedim, sulu yemək istədim etmək özüm üçün. Ancaq bildim ki, uşaqlar istəməyəcəklər. Həm də ki, isti vaxtda, yayda nəsə sulu yeməyin yeri yoxdur da. Sulu yemək yeyilmir. Dedim, ən yaxşısı gətirim. Hazır qıyma çıxartmışam da, çəkilmiş ət də var. Donu da açılıb. Kartoşka ilə kotlet hazırlayayım. Axşama bunu hazırlayayım. Qarpızımız da var. Qarpız da doğrayaram. Kompotumuz da var. Dün axşam kompot hazırlamışdım. Heç bugün yadımıza düşməyib onu içmək. Elə qalıb soyuducuda. Biraz salat da hazırlayaram yanına. Belə
Bu da axşam menümüz də bu şəkildə olsun. Uşaqlar elə həyətdədirlər. Mən gətirim kartuşkanı soyum, suya qoyum qalsın. Kotletin də içliyini hazırlayım. Sonra uşaqlar gələndə, bilirəm ki, onlar gələn kimi hamama girəcəklər. Sonra mən də isti-isti yeməyimizi hazırlayaram. Bəlkə onacan yoldaşım da gələr, elə hamımız birgə oturarıq. Belə canlar, bunları başlayayım soymağa. Hazır İnci də yatır, sakitdir. Yeməyimizi hazırlayayım. Uşaqlar həyətdən gəldi, onlar girdilər hamama. Mən də dedim başlayayım yeməyimi hazırlamağa. Kartoşkamı tökmüşəm, bu qızarsın. Bir tərəfdən də tavanı da qoydum, balaca tavanda. Belə ətim də hazır. Kotletlərimi də hazırlayam. Yoldaşım dedi, elə mən də çıxmışam. Dedim, yaxşı oldu. Elə hamımız birgə oturaq yeməyimizi yeyək. Saat hələ neçədir? Saat 9-un yarısıdır. Bəlkə həyətə də düşərik, külək dayanıb, hava yaxşıdır. Görək, bəlkə həyətə də düşərik, yeməyimizi vaxtlı yesək, yığışdıraram. Biraz havada alarıq. Bugün heç İncini həyətə düşürə bilməmişəm. Düşə bilməsəydi eyb olmaz. Sabahları rahatlıqla həm gündüz, həm də axşam düşürərəm. Uşaq da hava alar. Belə tavamı, ay altın yandırmamışam. Altın yandırım. Tavam da qızsın, kotletimi də hazırlayayım. Cəmal düşdü. Təzə-təzə çörək də aldı. Yumuşaq təzə çörəkdir. Qarpızı da çıxartdım. Bu qalan qarpızdan da doğrayım. Yumurta biz yarısını yedik. Qəşəng dadlı qarpızda. Bundan 3-cü dəfə də alırıq qızlar. Artıq qarpızın sezonu başladı. Bizdə qarpız mövsümü başladısa, uşaqlar başqa heç bir meyvə yemirlər. Ancaq qarpız yeyirlər. Ömər ki, lap dəlisidir. Qarpızı lap çox sevir. Mən deyirəm, qarpız olsun, başqa evdə heç nə olmasın. Elə qarpız çörək yeyim, bəsdir. Belə bundan da doğrayım. Yeməyimizi yedik biz canlar. Qablarımı yudum, mətbəximi səliqəyə saldım. Yoldaşım dedi, bir dənə çay da dəminə, qəşəng bir çay da içək. Çaydanı doldurmuşam, altını yandırım, o da qaynasın. Bir dənə təzə dəmli dəmliyim. Öz-özümə deyirəm ki, Fatimə, bayaqdan bu qədər iş görsə də, mətbəxi yığışdırırsan, niyə çəkiliş etmirsən? Gərək tripoda qoyaydım, işləri görə qabları yığaya, çəkiliş də edərdim. Nəsə neçə ayda artıq çəkiliş etmirəm deyə qızlar, inanın ki, unuduram. Mama gələndə də məsələn telefonu aça bilərdim, söhbət eləyəndə çəkə bilərdim. Belə də maraqlı olardı, ancaq inanın ki, heç yadıma belə düşmədi də. Mama gedəndən sonra deyirəm, ay Allah, mən niyə çəkiliş etmədim? Eyb olmaz. Yavaş-yavaş özümə gələrəm. İnşallah belə çox da ara vermədən, həftədə bir də olsa, 10 gündən bir də olsa belə vlog paylaşaram. İnci xanım da burada yatır karaskada, mızılladı. Şükür ki, neçə saatdir yatır. Mən də işlərimi görürəm. Nəysə, çaydan da qoyum qaynasın.